Bu dəfə 100%-in başı partlamalıdır. Yoxsa bu öz əcəli ilə ölən deyil. Alo. Nailə, sənə 1000 dəfə demişəm ki, məni yığmamışdan yaz, gör, imkan var götürməyə. Sən axırda mənim ailəm dağıdasın. Nə ailə, iclaf? Sən o arvadla ona görə evlənmədin ki, ölsün, mal mülkü də sənə qalsın. Nə tez bağlandın? Bəs bizim toyumuz nə olacaq? Az ölmür də. Ölmür də. Söz verirəm, ölsün. Atan deyən evi də alacam, pulumuz da olacaq, maşınımız da olacaq, nə hissən olacaq. Bunun üçü ilə toyumuzu bir günə salacaq. Axı sən onun ölmək üçün heç nə eləmirsən. Qaz, nətər eləmirəm? Bunu ağırlıq qaldırmağa yazdırdım trinajora. Dedim, indi ağırlığın altında qalar, ölərdi. Bu getdi Azərbaycanda qadınlar üzrə bodybuilding çempionu oldu. Yalandan gəzmək adı ilə bunu apardım Himalaya. Dedim, indi Himalayı dırmaşar, ayağı dişər, yıxılar, ölər də, qoca arvaddır. Özüm gözümü açdım ki, Tibetdə xəstəxanadayam. Bu da başımın üstündə. Deyir, donmuşlu aylar səni yerdi, səni xilas edər. Bəsdir da, elə hər dəfə deyirsən, vota-votda öləcək. Mən evdə qarıdım, bu ölmədi. Az, mən nə bilim, bunlar belə uzun ömürlü nəsildir, Nailə. Şəzərə bilirsən nədir? Bunların o şəzərəsindəki ən başda duranlar var. O gün bizə qonaq gəlmişdilər. 80 yaşında kişinin malı işləyə deyə göndərdilər sigaret almağa. Bazanağı mıymış?